Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. 2025-ci il 11 may tarixində OTK-nın həyata keçirdiyi blok imtahanı 4-ün 11-ci sinif OTK blok imtahanı 4 sınaq 4-ün tarix suallarını gəlin izah ilə tanış olaq. 31-ci sualda Azərbaycanda mezolit dövrü yeniliklərinin neolit dövründə davam etdirilməsi nəticəsində bir sual təqdim olunmuşdu. Demək, istehsal təsərrüfatı formalaşırdı. Belə ki, mezolit dövründə istehsal təsərrüfatına keçid olmuşdu. İstehsal təsərrüfatının elə formalaşması başa çatdı neolitdə. Müxtəlif heyvanlar əhəlləşdirilirdi. Yəni bu mezolitdə də var, neolit dövründə də var. Ona görə bu ortaqdır. Biz ortaq fikirləri seçməliyik bir növ. Metaldan məişət əşyaları hər ikisində yoxdur. Qadınların mövqeyi güclü idi, qəblə də bax bu ortaq fikirdir hər ikisinə. Əkinçilikdə qoşqu heyvanlarından istifadə erkən tuncdan etibarən idi. Ona görə 2-4 cavabımız olur B variantı. Göstərilənlər səbəb oldu ki, İnzibati xristianlığı təbliğ etdi və azadlıq hərəkatı Sasanilərə qarşı baş verdi. Bütün bunların nəticəsində Haylandur Hunları ikinci Vaçe ilə mübarizə aparır və bununla da 463-487-ci illərdə Albaniyada qısa müddətli mərzbanlıq dövrü başlayır ki, Albaniya bir müddət daxili müstəqilliyini itirir. Yəni B variantı doğru fikirdir. Xəritədə ulduzla işarələnmiş dövlətlərin 18-ci əsrin 20-ci illərinə aiddir. Belə ki, xəritədə bizə təqdim olunubdur Rusiya və Osmanlı. Hər iki dövlət 18-ci əsrin 20-ci illəri. Baltik dənizinə çıxış uğrunda İsveçlə müharibə aparması bu Rusiya tarixinə aiddir. 1700-1721-ci illərdə. Osmanlı deyil. Hər ikisi Səfəvilər dövlətinin ərazisini işğal edir. Hətta qeyd edeyim ki, 1724-cü il 3-cü İstanbul sülhü ilə aralarında Cənubi Qafqazı bölüşdürürlər və 27-ci ildə Naburla məhz sərhədlərini də dəqiqləşdirmişlər. Konstitusiya hər ikisində bu dövrdə yoxdur. Müqəddəs birlik bu dövrdə mövcud deyil. Şərq məsələsi siyasətinin əsas hədəfinə çevrilməsi aid deyil. Bu Osmanlı olubdur, amma bu dövrdə yox. Ona görə cavabımız olur 33-cə B variantı. 34-cü suala baxaq. Qızıl Ordu dövlətinin əsası qoyulmuşdu. Bu sadə bir sualdır, hansı ki Batı xanı məhz işğalların nəticəsində baş verir. 13-cü əsrin 40-cı illərində Monqolların qərbə doğru yürüşündən sonra baş vermişdi. Baxaq 35-ci suala. Azərbaycanda 3-cü Respublika dövrü 90-cı illərin 1-ci yarısı və 90-cı illərin 2-ci yarısı. Gəncənin tarixi adı bərpa edildi 89 dekabrın 30-da. Bu 80-lərin sonlarına aiddir. BMT-yə üz qəbul edilməsi 92-nin martı, B-ni qeyd edə bilərik. Torpaq haqqında islahat 96, bu 90-cı illərin 2-ci yarısına uyğun gəlir. Bir də təkcə olur B variantı. 90-cı illərin 2-ci yarısında sülh naminə tərəfdaşlıq proqramına 94-də qoşulub, 90-ın 1-ci yarısına düşür. Konstitusiya məhkəməsi 98, subsan istifadəyə verilməsi 99. Hər ikisi 90-cı illərin 2-ci yarısına düşür. Deməli 1B, 2B ilə C variantları. 36-cı sualımızda 20-ci ilin yayında hərbi qüvvələri Naxçıvan ərazisinə daxil olan dövlətlər, belə ki, Sovet Rusiyası ilə Osmanlı idi ki, o dövrdə Türkiyə, yəni və həmçinin Rusiya, Azərbaycan torpaqlarına Naxçıvan ərazisinə daxil olmuşlar. 2 və 3 B variantı olur. Burada hansı ki 4 İtaliya verilib, 5 Fransa, 1 İngiltərə təqdim olunmuşdur. 37-ci suala baxaq. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonrakı tədbirlərə aiddir. Bu arada qeyd edelim ki, sualları işləmək üçün Telegram kanalımıza keçid edə bilərsiniz. Xudafərin körpüslərində Azərbaycan bayrağının sancılması Vətən müharibəsinin gedişindədir 2020-ci ilin oktyabrın 18-də. Füzulidə hava limanının açılması yenə Vətən müharibəsindən sonra həyata keçirilən bərpa quruculuq tədbirlərinə aiddir 2021-in oktyabrında. Hərbi Qənimətlər Parkının əhalinin ixtiyarına verilməsi 2021-in apreli. Xankənddə Zəfər paradının keçirilməsi doğru fikir olurdu. Metropolitenin 8 noyabr stansiyası istifadəyə verilir 2021-ci ilin mayında, yəni bu da uyğun gəlmirdi. 15-ci əsrin 70-ci illərində Ağqoyunlu dövlətinə elçi heyəti göndərmişdi Moskva knyazlığı, hansı ki söhbət 1475-dən gedir. Burada məqsədləri nədən ibarət idi? Həm Qızıl Ordu dövlətinə qarşı ittifaq yaratmaq, həm də hər iki dövlət aralarında ticarət əlaqələrini genişləndirməli idilər. 3 yanlışlı ona görə ki, İngiltərənin Moskva şirkəti ilə Səfəvilər müqavilə imzalayıb 1555-də. Belə bir yardımdan söhbət gedə bilməz, həmçinin Qaradənizə çıxışı təmin etmək bağlı bir məsələ yox idi. 38-də 1-2 E variantı olur. Xəzər dənizində Azərbaycan tarixində ilk dəfə hərbi donanma yaradılıbdır 1920-ci ilin ortalarında. Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü hökumət kabinetinin dövründə. Burada əsas rol oynamışdır, hansı ki, İngilislər, məhz General Thompson başçılıq elədiyi İngilis qüvvələri 20-ci ilin avqustunda torpaqlarımızı tərk eləyir. Məhz bundan sonra da Xəzər donanmasının bir hissəsi Cümhuriyyətin ixtiyarında qalır və bununla da Azərbaycan tarixində ilk hərbi donanma yaradılır. Mərzban İbn Məhəmməd ticarət donanması yaradıb.
Azərbaycan tarixində ilk dəfə hərbi müdaxilə məruz qalması yanlışdır. B. Həmçinin A variantı da Nadir Şah Avropa dövlətləri ilə bağlı, Avropa dövlətlərindən daha doğrusu hərbi gəmilərlə bağlı razılığa gəlmək istəyirdi, lakin Osmanlı ilə aparılan müharibələr buna imkan verməmişdi. Qısacası Cümhuriyyətimiz yaradıbdı hərbi donanmanı. Qərbi Roma imperiyasından fərqli olaraq Bizans dövləti, Qərbi Roma imperiyası mövcud olub 395-476, Bizans mövcud olub 395-1453. A variantı ortaqdır, hansı ki, hər ikisi xalqların böyük yürüşünə məruz qalmışdılar. Ərəb xilafəti ilə müharibələr aparması bu Bizansa aiddir. Roma imperiyasının qərb ərazilərini əhatə etmişdir. Qərbi Romaya aiddir. Adı üstündə qərb, görürsünüz. 4-cü əsrdə meydana gəlib. Hər ikisi erkən orta əsrlərdə süquta uğrayıb. Gördüyünüz kimi Qərbi Roma, Bizans klassik feodalizm dövrünə aiddir. 40-da cavabımız olur B variantı. 41-ci sualımıza baxaq. Bu suala baxmamışdan əvvəl qeyd edərdim ki, sınaq qruplarımıza qeydiyyatımız davam edir. İstər bu ilki sürət qruplarımıza, həmçinin növbəti ildəki məhz hazırlıq qruplarımıza da qeydiyyat başlamışdır. Siz istər ikinci şans imtahanında nəticənizi yüksəltmək üçün, qarşıdakı imtahanlarda daha yaxşı nəticə əldə etmək üçün, istərsə də qarşıdakı illərdə məhz tarixdən nəticənizi artırmaq istəyirsinizsə, sınaq və dərs qruplarımıza qoşula bilərsiniz. Bununla bağlı açıqlama bölümündə qeyd etdiyim əlaqə nömrəsi ilə 055 403 37 53 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Şimali Azərbaycanda Demokratik Hərəkatı 1905-7-ci illər tarixinə aiddir. Muxtariyyət tələbi irəli sürülmüşdürmü? Bəli, Qeyrət Partiyası irəli sürmüşdür. Milli siyasi partiya və təşkilatların formalaşması, bəli, hansı ki, bu dövrdə qeyrəti, difaini, digərlərini nümunə gətirə bilərik. İlk ümumi tətillərin baş verməsi. İlk ümumi böyük tətil Azərbaycanda, daha doğrusu mütəşəkkil tətil 1895 idi. İlk ümumi böyük tətil 1903 idi. Yəni, bu dövrdə tətillərdən söhbət gedə bilməz, ümumi tətillərdən. Azərbaycan millət ifadəsi mətbuatda işlənməyə başlandı 1891-dən, Milli Azadlıq Hərəkatının əsasının qoyulması. Milli hərəkat 1875-dən etibarən başlamışdı. Ona görə 1-2 doğru cavab olur. 1-2 hansı variantdadır? Demək, A variantındadır. 42-ci suala baxaq. Cənubi Azərbaycanda hansı ki, Məşrutə hərəkatı, Xiyabani hərəkatı və Pişəvəri hərəkatı təqdim olunub. Təbriz Demokratik Hərəkatının mərkəzinə çevrilibdir ortaq. Qanunverici səlahiyyətə malik əncümənlərin ilk dəfə yaradılması 1905-11-ci illərdə, Xiyabaninin Qacar hökumətindən muxtariyyət tələb etməsi 17-20-ci illər hərəkatına aiddir. Azərbaycan dilinin Cənubi Azərbaycanda dövlət dili elan edilməsi 46-cı ilin yanvarında Pişəvəri hərəkatına aiddir. Əmək haqqında qanun da Pişəvəri hərəkatına aid olur. Belə olduğu təqdirdə, demək, 1B, 2C, 3-ə nə dedik? D ilə E. Elə 3-ə D ilə E-ni verdikdə cavabımız çıxırdı. 42-də cavabımız olur E bəndi. 43-cü suala baxaq. 17-ci əsrdə Avropada iqtisadi sahədə merkantilizm siyasətinin meydana gəlməsinə təsir göstərirdi. Məhz bu və digər burada gördüyünüz sualları sınaq qrupumuzda abituriyentlərimizlə bərabər işləmişdik. Həmçinin burada imtahanda olan sual tipləri ilə də abituriyentlərimiz yaxından tanış olurlar. Sınaq qruplarımıza qoşulmaqla siz istər məhz belə sınaqlarda, istərsə də ki, ən əsası blok imtahanlarında nəticənizi yüksəltmək və tarixdən mükəmməl %100 nəticə əldə etmək istəyirsinizsə, sınaq qruplarımıza qoşula bilərsiniz. Merkantilizm siyasəti bu arada 17-ci əsrdə demək meydana gəlmişdi və bu müstəmləkə işğallarının ticarətin inkişafı ilə əlaqədar idi merkantilizm siyasəti. Bu hansı ki, dərsliklərimizə ötən illərdə yeni əlavə olunmuş məlumatlar əsasında bir sual idi. Müsəlmanların Pirinə yarımadasından qovulması 11-15 rekonkistanın nəticəsidir. Bu yenə 11-13-cü illərə aiddir. 11-13-cü əsrə daha doğrusu. İpək yolu əhəmiyyətini itirir bu dövrdə. Augsburg sazişinlə də Almaniya birləşmir. Bu 1555-ci ildə protestantlarla katoliklər arasında imzalanan bir saziş idi. Almaniya 41-ci ilin iyununda SSR-ə hücum etdi Barbarossa planı ilə. Bununla da nə baş verdi? Yalta konferansında qərb sərhədlərinin tanınmasına nail olubdu SSR-nin özü 45-in fevralında. Versal-Vaşinqton sistemi xilas eləmişdi 36-cı ildə. Molotov-Ribbentrop paktının şərtlərini pozdu. Çünki Almaniya ilə SSR-i məhz razılığa gəlmişdilər bir-birlərinə hücum etməmək haqqında Molotov paktı ilə. Lakin Almaniyanın qəfil hücumu ilə bu plan pozulur. Millətlər Cəmiyyətindən 33-də çıxıb, ilk dəfə almanların yaşamadığı ərazini işğal eləmişdi Hitler müharibədən əvvəl, məhz Çexoslovakiyanı tutmaqla.
45-də deyir ki, doğru cavabı tapın. Qərbi Roma imperiyasının varlığına son qoyulubdur 476-da, 5-ci əsrin 70-ci illərində. Frank imperatoru Böyük Karl yox, məhz Karl Martel Poitiersdə qalib gəlibdir. B də səhvdir. Müqəddəs Roma imperiyası 962-də yaranıbdır. Verden müqaviləsi 843-də imzalanıb, yanlışdır. Bizansla Səlcuqlar 1071-ci ildə Malazgirddən sonra müqavilə imzalayır, doğrudur. Kordova xilafəti 756-da yaranıb, o dövrdə Bizansı Justinian idarə etmirdi. 46-ya baxırıq, Manna dövlətinə aiddir. Manna dövlətinin istər qurucusunun, istərsə də son hökmdarının adı bizə bəlli deyil. Ona görə bir yanlışdır. İskitlərlə birlikdə Urartuya qarşı yox, Assuriya qarşı mübarizə aparıblar. Midiya dövlətini tabe etməyiblər. Əksinə Midiya eradan əvvəl 590-da Mannanın varlığına son qoyub. Yerdə qalan fikirlər doğrudur. Burada hansı ki, İranzun dövründə yaradılan idarə etmə sistemindən söhbət gedir. Eldənizlər dövləti 1136-1225-də mövcud olub. Qazan xanın məhkəmə islahatları, digər islahatları 1295-1304-də əhatə edir. Əhali gecid vergisi ödəyirdi Azərbaycanda 3-6-cı əsrlərdə. Şərqə doğru baş vermiş səlib yürüşləri başa çatır 13-cü əsrin sonlarında. Yanlışdır. Terek döyüşü 1395-14-cü əsrin sonları gördüyünüz kimi yanlışdır. Böyük Monqol 1206-da yaranır. E variantı doğrudur. 48-ci sualda 24-cü ildə ABŞ tərəfindən hazırlanmış Dağvest planının mahiyyəti nədən ibarət idi? Bir daha qeyd edim ki, sualları Telegram kanalımıza keçid edib işləyə bilərsiniz. Dağvest planının mahiyyətinə görə hansı ki, Almaniyanın təzminat məsələsi həll edilməli idi. Almaniyadan alınacaq təzminatın vaxtı uzadılır. Məhz Dağvest planının əsasında. Baxın, bu 63-dədir, bu 35 Streza konferansıdır, bu 21-22 Washington konferansıdır, bu da 33-cü ildə olmuşdur. Yəni, ABŞ-la SSR münasibətləri tənzimlənmişdir. 49-da doğru cavab lazımdır. Dərbənd Əmirliyi yaranması ilə şimalda Sasanilərin hakimiyyətinə son qoyuldu. Tam əlaqəsiz cavabdır. Dərbənd Əmirliyi məhz xilafətin parçalanması ilə formalaşır. Mərzban İbn Məhəmməd Azərbaycanı birləşdiribdir, bəli. Lakin bu, Ərəb xilafəti ilə müharibəyə səbəb olmur. Yusif İbn Əbusacın müstəqil siyasət yeritməsi ərəblərlə müharibəyə səbəb olur. Şəddadilər alanların yürüşünə məruz qalıblar. Əbulasfar Şavurun dövründə. Və bunun Xudafərin körpüsünün tikilməsi ilə heç bir əlaqəsi yoxdur. 1066-cı ildə Fəriburz, Şirvanşahlar tabi olur, Azərbaycan işğalı başa çatır 4 və 5 doğru fikir olur. 4-5 E variantı. 1699-cu ildə Prut müqaviləsinin imzalanıb Osmanlı, bu 1711-dir. Müqəddəs biliklə apardığı müharibələrdə məğlub olur, Mərkəzi Avropada xeyli ərazi itirir. Demək, C variantına gəldikdə Krımın müstəqilliyini Kiçik Qaynar çayı 1774-də tanınmışdı. Qara dənizdə üzmə hüququnu əldə edir Rusiya yenə Kiçik Qaynar çayı və digər müqavilələrlə. Bu isə əlaqəsizdir. Şirvanşahlarla Teymurilərin oxşar cəhətləri. Türk mənşəli sülalə tərəfindən əsasının qoyulması Teymurilərə aiddir. Şirvanşahlar ərəb mənşəli sülalə tərəfindən əsası qoyulur. Sonradan türkləşir Şirvanşahlar. Qaraqoyunlu dövlətinin yürüşlərinə məruz qalması. 1412-ci ildə Şirvanşahlar mübarizə aparıbdır. Demək, Qaraqoyunlularla Teymurilər də həmçinin Cahanşahın dövründə Qaraqoyunluların yürüşünə məruz qalır. Müəyyən müddət Təbrizdə hakimiyyət ələ keçirməsi. Belə ki, Şirvanşahlar 1406-cı ildə İbrahimin başçılığı ilə daxil olmuşlar Təbrizə. Həmçinin Teymurilər də Azərbaycanı bir müddət öz tabiçiliklərində saxlayıblar. Onu qeyd edə bilərik. Abbasilərin zəifləməsi nəticəsində meydana gəlməsi bu Şirvanşahlara aiddir, Teymurilərə yox. 2-3 ortaq fikir olur. Demək, 1514-15-ci illərdə Səfəvilər 1514-də Çaldıran döyüşü ilə Şərq Anadolunu itirirlər. Həmçinin Çaldıran döyüşündən sonra Sultan Səlim Təbrizə daxil olur, lakin müqamətə rast gəlir deyə çıxır. Daha doğrusu əsgərlərin narazılıq edir və s. Ərzincan müşavirəsi bu Səfəvilər dövlətinin yaranmasından da əvvəl idi, 1500-cü ildə keçirilmişdi. Çıldır döyüşündə Osmanlı 1578-də qalib gəlir. Amasya müqaviləsi 1555-də imzalanıb. Bu müharibə 1-ci İstanbuldan başa çatır və Xudabəndənin dövründə başlayır. 1-ci Abbasın dövründə başa çatır. Xorasanın azad edilməsi bu dövrdə deyil, 1599-dur. Sufyan döyüşündə Səfəvlərin məğlub edilməsi fikri səhvdir. Səfəvlər bu dövrdəki Sufyan döyüşündə 1605 2-ci Sufyan döyüşündə qalib gəlibdir. Şirvan, Gəncə, nəinki bu ərazilər, digər Osmanlı işğalında olan ərazilər azad edilir. Bax, bu müharibələr nəticəsində
1A, B, 2A variantı. Deməli, cavabımız C variantı olur. Eradan əvvəl 3-cü əsrə aiddir. Atropatena dövlətinin Selevki işğalında olması. Bu dövr eradan əvvəl 223, eradan əvvəl 190 əhatə edir. Biri qeyd edə bilərik. Karfagen Romanın əyalətinə çevrildi eradan əvvəl 146, 2-ci əsrdə. Alan tayfalarının yürüşü bizim eranın 1, 2, 3-cü əsrlərindədir. Hindistan Aşoka tərəfindən 3-cü əsrin ikinci yarısında Vaydalda birləşdirilir. 1-4 doğrudur. 20-ci əsrin əvvəllərinə aiddir. Fransanın Mərakeşdə hakimiyyətini tanıyır Böyük Britaniya Antanta müqaviləsinin hərb ittifaqına qoşulmaqla, Fransa ilə müqavilə imzalamaqla 1. Həmçinin fransızlar da Böyük Britaniya Misirdəki işğallarını tanımışdılar, hakimiyyətini tanımışdılar. İngilis-Bur müharibələri nəticəsində 1902-ci ildə Cənubi Afrikanın işğalını başa çatdırırlar. Cənubi Saxalin və Mancuriyada ağalığını təmin edibdi Yaponiya, Rusiya ilə imzaladığı Portsmut müqaviləsindən sonra. Hindistan uğrunda mübarizəyə başlaması fikri yanlışdır, çünki o dövrdə Hindistan Böyük Britaniyanın müstəmləkəsi idi. Azərbaycanda 1-ci Respublika deyiləndə Cümhuriyyət dövrü nəzərdə tutulur, 2-ci Respublika deyiləndə Azərbaycan SSR. Bunların oxşar xüsusiyyəti konstitusiyanın yoxdur Cümhuriyyətdə. Gürcüstanın Azərbaycana qarşı ərazi iddiaları olmuşdu. AXC kəndlərə pulsuz torpaq paylamayıb, Latin qrafikalı əlifbiyə keçid etməyibdi Cümhuriyyət, cəhd edib sadəcə baş verməyib bu. Tədrisdə Azərbaycan dilindən istifadə olunurdu. Fikri ortaqdır. 2-5. 56-ya baxaq, bu xronologiyadır. Ərəb xilafəti yaranır 630-da, Dəndənəkan 1040-da, ərəblərin yürüşlərinin qarşısı alınır Poitiers 732-də. 1-3-2. Soyuq müharibə dövrü 1946-1991-ci ilə əhatə eləyir. İntervalımızı qeyd eləyək. Truman doktrinası ilə hərbi yardım alıb Türkiyə və Yunanistan. Brexit planından irəli sürülməsi, hansı ki, İngiltərə 2016-da irəli sürür, 2020-də çıxır. Yəni, bu müharibədən sonra aiddir. Falkland adaları uğrunda mübarizə 1982 Margaret Thatcherin dövründə aiddir. Demək, C variantını qeyd eləyək. Enozi siyasətinə qarşı Kiprə qoşun yeritməsi Türkiyə tarixinə aiddir. Hətta bunun nəticəsində 83-cü ildə Kuzey Kıbrıs Türk Cümhuriyyəti yaranır. Montre konfransı 1936-da keçirilib, soyuq müharibə dövrünə aid deyil. 1AD 2C. Mətnimizlə tanış olaq. Mətnin cavablarını da qeyd edeyim və bir daha bildirim ki, istər bu testi işləmək üçün Telegram qrupumuza qoşula bilərsiniz, istərsə də digər sınaqları işləmək üçün kanalımıza abunə olub bildirimləri açmağı unutmayın ki, məhz qarşıdakı imtahanlardan ilk siz xəbərdar olasınız, onların izahlarından və suallarından. 19-cu əsrin əvvəllərində Qacar dövləti Cənubi Qafqaza ərazi iddiaları Çar hökumətinə əsaslı addımlar atmağa məcbur edir. Şərqi Gürcüstanın işğal edilməsi ilə bu kimi əraziləri ələ keçirilir 1801-də. Sonra fikrini Çar Balakənə yönəldir. Qanıq çay sahilindəki döyüşdən sonra Çar komandanlığı yerli əhaliyə razılaşır və tərəflər arasında sənəd imzalanır. Söhbət 1803-cü ildə imzalanan antlı öhdəlikdən gedir. Mətndə bəhs edilən antlı öhdəliyin, yəni sənədin şərtlərini yazın. Hansı ki, müqaviləni imzalayan Çar Balakən cəmaatı daxili muxtariyyətini qoruyub saxlayır. Burada Rus qoşunları yerləşdirilməli idi. İkinci fikir olaraq qeyd edə bilərsiniz. Həmçinin Tiflisdə imzalanmışdı bu müqavilə. Tiflisə girov göndərməli idilər. İpəklə xərac ödəməli idilər. Bu və ya buna bənzər digər cavablar doğru fikir hesab olunur. 59-cu sualımızın cavabına baxaq. Mətndə bəhs edilən dövrdə Azərbaycan torpaqlarının işğalını sürətləndirən əsas amili yazın. Belə ki, 19-cu əsrin əvvəllərində Azərbaycanda Azərbaycan torpaqları parçalanmış vəziyyətdə idi. Xanlıqlar arasında çəkişmələr mövcud idi və həmçinin istər Osmanlı, istərsə də Qacar dövləti Rusiyanın məhz Cənubi Qafqaza müdaxiləsinin qarşısını ala biləcək durumda deyildilər. Çünki Qacar dövlətində siyasi qeyri-sabitlik var idi. Bu və ya buna bənzər digər cavablar siz də öz fikirlərinizi yazdığınız cavabları şərh bölümündə qeyd edə bilərsiniz, müzakirə edə bilərik doğruluğu barəsində. 60-cı sualda deyir ki, bəhs olunan dövrdə Qacarlar dövlətinin Rusiyanın işğalçı hərəkətlər etməyə vadar eləyən amil nədir? Yəni, nə baş verdi ki, Rusiya Cənubi Qafqaza hücum elədi, torpaqlarımızı işğal eləməyə başladı? Yəni, buna təsir göstərən nədir? Belə ki, məhz bu dövrdə Qacarlar dövləti 1801-ci ildə İngiltərə ilə müqavilə imzalayır
və bu müqavilə nəticəsində də ingilislər Qacarlar dövlətinə hərbi və maliyyə yardımı göstərməli idilər. Bu isə Rusiyanın Cənubi Qafqazda bilavasitə Azərbaycanda məhz mövqeyinə, mənafeyinə zərbə vuruldu. Ona görə də bu Rusiyanı tələsdirir və Rusiya artıq 1-ci Aleksandrın dövründən etibarən torpaqlarımızın işğalına başlayır. 9 və 10-cu sinif üzrə olan həmçinin sınağın izahı da kanalımızda paylaşılacaq. Qarşıdakı dövrlərdə də digər OTK-nın blok sınaqlarının, həmçinin Dövlət İmtahan Mərkəzinin qəbullarının və sınaqlarının izahları hər zaman olduğu kimi ilk bizim kanalımızda yerləşdiriləcək. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Qarşıdakı imtahanlarda hər birinizə uğurlar. Açıqlama bölümünə diqqət yetirərsiniz. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.